Artıq qidamız hazırdır. Bismillah yeyirik. Baxın, lərgədir bu sarılar. Lərgə və düyü dəmləməsi. Bişirmişik. Gözəl. Təbii ki, bol tərəvəzlə və üzərinə soyuq sıxım zeytun yağı. Bismillah. Qəşəng bundan demək tökürük. Görüm tökə bilərəm. Soyuq sıxım mən belə tökürəm. Amma belə də deyim də, bişirmək üçün olan zeytun yağı ilə bişirmişik inşallah. Belə də tökürəm mən üzərinə. Həzm prosesi sürətli geçsin. Bu adətən mən bu qidanı qrup üçün çəkirəm də, qrupda olanlar üçün. Sadəcə olaraq indi bir dənə bunu çəkdim ki, kim qrupa qoşulmaq istəyirsə, baxın buradan, bax buradan. Xatun xanımın profilini sabitləyəcəm, bax buradan. Sabitləyəcəm. Kim qoşulmaq istəyirsə, Xatun xanımın direktinə yazsın, qoşacaq inşallah. Təbii ki, hər zamanda Neşi sistemi yanımdadır, oxuyuram və mükəmməlləşdirirəm və ora mən bitkiləri də əlavə elədim. Özüm üçün qəlbimdə, ürəyimdə bir proqram yaratmışam. Sağalmaz xəstəliyi yoxdur, sağalmaq istəməyən insanlar var. Bizim proqramda bütün xəstəlikdən sağalmaq olur. İnşallah yenə deyirəm, Xatun xanımın burada profilini sabitləyirəm inşallah. Lərgə və düyü dəmləməsi bismillah. Artıq yeyirik qidamızı.